Demək ki, həndəsənin ilkin anlayışı, həndəsənin təməli nöqtə və düz xəttdir. Nə üçün biz nöqtə və düz xəttdir? Həndəsənin təməli, həndəsənin ilkin anlayışı qəbul edirik. Çünki parça, şua... Yox, bəli, Nihat, bizim bildiyimiz həndəsə, məsələn, götürək üçbucaq. Üçbucağı yaratmaq üçün biz 3 nöqtə və istifadə edirik düz xəttdən. Eləcə olsun, digər həndəsi fiqurlar fərqi yoxdur. Həndəsi fiqurlar bizim üçün təşkil olunur nöqtə və düz xəttdən. Deyə bilərsən ki, onda bəs dairə axı düz xəttdən təşkil olunmuyor. Çox yaxşı dairə çəkdik axı. Bəs bu dairə düz xəttdən təşkil olunmayıb, nədən təşkil olunub? Kim deyər? Nöqtələr çoxluğudur mu? Çevrədə. Sağ ol. Nöqtələr çoxluğu. Yəni şurada biz sən danışmışdıq ki, hətta bizim üçün dairə düzgün sonsuz en bucaqlı götürə bilərik. Yəni orada sonsuz sayda nöqtələr çoxluğunun birləşəndə dairə əmələ gəlir. Demək ki, həndəsədə bütün fiqurlar təşkil olunur nöqtədən və düz xəttdən. Ona görə nöqtə və düz xətt həndəsənin ilkin anlayışıdır və bu anlayışların tərifi yoxdur. Əgər düz xətt və nöqtə anlayışını biliriksə, o zaman bunu bilirik ki, düz xəttin nə başlanğıcı var, nə sonu var. Bu aydın məsələdir. Düz xətti bilirik. Bəs şua nədir? Başlanğıcı var, sonu yoxdur. Bir tərəfdən məhdud olan düz xətt. Bir tərəfdən məhdud olan və yaxud da başlanğıcı olan düz xətt parçasıdır. Məsələn, parça deyə bilmərik, düz xətt daha doğrusu. Niyə? Şuanın başlanğıcı var, bir tərəfdən məhdud, digər tərəfi sonsuza qədər ola bilərik. Bəs parça nə idi? Hər iki tərəfdən məhdud olan parçanın həm başlanğıcı var və həm də sonsuza. Deyir, ondan bir parça kəs ver mənə. Kəsib götürdümsə, mən o elementdən, o nədənsə bilmirəm, kəsib götürmüşəm, mənim əlimdədir. Həm başlanğıcı, həm sonu var. Parça parçadır, götürülmüş hissədir. Amma şu an başlanğıcı var, sonu yox. Düz xəttin nə başlanğıcı var, nə sonu var. Əgər nöqtə və düz xətt anlayışını biliriksə, o zaman gəlin bu üç məqamda bizə verilən sual var. Hansıdır sual? Sualı belə verəcək sənə. Düz xətt üzərində A, B, C, D və E 5 nöqtə qeyd etmişik. Neçə şua var? 10. Buyurun. 10. Düz xətt üzərində n-lənən nöqtə varsa, o zaman 2 n-lənən şua var. N burada nöqtələrin sayıdır. Şuaların sayı olacaq 2n. Yəni 2 vurulsun 5. 10 dənə nə var? Şua var. Niyə? Məsələn, saysaq onlar A şuası, B, C, D, E. Saydıq mı? Bir də geri saya bilərik. E şuası, D şuası, C şuası və s. Əgər 5 nöqtə varsa, 5 dənə sağa sayırıq, 5 dənə də sola sayırıq. Ümumilikdə 5 nöqtə varsa 10 dənə şua var. Onda sual. Düz xəttin üzərində 5 nöqtə varsa, neçə dənə parça var? 10. Düstur kimdə ya da yadına çıxıb mən düstur. N vurulsun, N-1 bölünsün 2. Yaxşı, Zəhra, sağ ol. N vuraq, N-1 bölünsün 2. Bu, düz xəttin üzərində olan nöqtələrin əmələ gətirildiyi parçaların sayıdır. Zəhra, sənin bayaq valideynin zəif vurdu, mən o dərsdəydim. N vuraq, N-1 bölünsün 2. Bu, düz xətt üzərində olan nöqtələrin yaratdığı parçaların dağısı sayıdır. Əgər burada 5 nöqtə varsa, biz N-i 5 vermişik, 5 nöqtə var, olacaq 5 vurulsun 4 bölünsün 2. 10 dənə nə var? Şua var. Aydındır bu. İndi həmin 5 nöqtəni gəlin verək biz şuanın üzərində. A, B, C, D, E. Verdik. Şuanın üzərində 5 nöqtə var. Neçə şua var? Buyurun. Burada N'in sayı 5'dir. 5 nöqtə var. Neçə şua yarandı? 8. Yer oldu yaranmır. Əgər şuanın üzərində n nöqtə varsa, n dənə də şua var. Cavab olacaq 5. 5 dənə. Səbəb nədir? Bax, düz xətt üzərində n dənə şua varsa, 2n bağışla. N nöqtə varsa, 2n sayda şua var. Niyə? Bayaq baxdınız. Biz bir dəfə sağa saydıq,
Bir dəfə solasın. Axı düz xəttin hər iki tərəfi sonsuza qədər açıqdır. Ola bilər. Amma söhbət şuadan gedirsə, sən şuada olan nöqtələri bir tərəfə saya bilərsən A, B, C, D, E. Geri saya bilməzsən. Niyə? E şuası desən, axı bu tərəfi məhduddur. Şua deyil. Bilmədiniz nə deyirik? Düz xəttin üzərində olanda hər iki tərəfi açıq olduğuna görə, sonsuza uzandığına görə bir dəfə sağa da sayırıq, bir dəfə də sola sayırıq. 5 nöqtə varsa 5 belə, 5 belə olur 10 dənə şua. Amma şuanın üzərində verilibsə 5 dənə kənar sağa saydın. Amma geri qayıtsan Sonu yoxdur, deyir mənim, qayıtmaq olmaz. Yaşa. Olur, n nöqtə varsa n dənə şua. Oldu mu? Bəs neçə parça var? Burada dəyişmir yenə. N vurulsun, n-1 bölünsün 2. Əgər 5 nöqtə varsa 5 vuraq 4 bölək yenə 10 dənə parça var. Bəzən deyir ki, 10 parça haradır burada? Bax, A, B parçası 1, B, C 2, C, D 3, D-dən E-yə 4. A-dan C-yə 5, A-dan D-yə 6, A-dan E-yə 7, B-dən D-yə 8, B-dən E-yə 9, elə bir də C-dən E-yə 10. Oldu mu? Bu parçalar. Demək ki, şuanın üzərində olan parçaların sayı düsturu ilə düz xətt üzərində olan parçaların sayı düsturu bir-birinə bərabərdir. Olar mı bu? Zəhra, sənin soyadın Salahlıdır, eləmi? 3 saylı olur. Salahzadə mən. Salahzadə. 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 Bəs əgər bizə şua yox, düz xətt yox, parça vermiş olsaydı A, B, C, D, E və üzərində 5 nöqtə versəydi, neçə şua vardı burada? Buyurun. 10 dənə mən. N'in sayı 5'dir. Başqa kimin cavabı var? 5 dənə. Məncə 0-dır. Məndə də 0-dır. 0. Yoxdur. Düz xəttdə hər iki tərəfi sonsuza qədər uzana bilirdi. N nöqtə varsa N dənə sağa, N dənə sola sayırdıq. Şuanın üzərində N nöqtə varsa N dənə sağa sayırıq, sola saya bilmirdik. Parçada həm başlanğıcı məhduddur, həm sonu məhduddur. Nə sağa saya bilirsən, nə sola. Burada şua yoxdur. Şuanın ucu başlanğıcı, sonu yox. Burada parçanın üzərində qardaş şua yarana bilməz. Parça məhduddur axı iki tərəfdə. Bəs neçə parça var desəydik? 5 dənə. 5 dənə. N vuraq, N-1 bölünsün ki, yenə ondan. Aha. Parçanın sayı dəyişmir. İstər düz xəttin üzərində olsun, istər şuan üzərində olsun, istər parçanın üzərində olsun. Aydın oldu bu. Keçək, düz xət şua parça anlayışını qavradıqsa, biliriksə, keçirik bucaq anlayışa. Bəs bucaq nədir? Bir nöqtədən 2 şua çıxırsa, bu şuanın əmələ gətirdiyi fiqura biz deyirik bucaq. A, C, B. Eləmi? Və bunu belə ifadə edə bilərikmi? Bucaq A, B, C. Problem var mı burada? Xeyr. Vermədim. Mən bilərəkdən hərfləri yazdım yerlərini dəyişik şəkildə. Burada problem hardadır? ACB olmalıydı. Bu yazılış səhvdir. Bu yazılış niyə mən hərflərin yerini dəyişik yazdım? Çünki biz adətən ABC deyə gəlmişik də hər zaman. Amma mən sənə ACB verdim. Yəni xiyamda var verdim. Əgər sən bucağı adlandırırsansa, bucağı ya belə oxumalısan A, C, B, ya belə oxumalısan. Bax bucaq. A, C, B ya da B, C, A. Aydındır. Bucaqda ortadan qalan hissəmiz var ha, C. Bucağın təpə nöqtəsini göstərir. Hətta bunu belə ifadə edə bilərsən. Bərabərdir. Bucaq C. Bax bunun bu da doğru vəziyyət. Ya A, C, B deyərəm, ya B, C, A deyərəm, ya bucaq C deyərəm. C bucaqdır da.
Psi həmin buzağın təpə nöqtəsidir. Yəni ifadə edə bilərsən. Aydın olmadı. Oldu? Demək ki, bucaq bizim üçün nə idi? Bir nöqtədən çıxan iki şuanın əmələ gətirdiyi biz bucaq deyirdik. Bəli. İki dəqiqə görək nə deyirdik. Hə. Bəs bucağın ölçü vahidi nədir bizim üçün? Dərəcə. Dərəcə. Bəs ölçən cihaz nədir? Transporter. O bizim belə bir xəstkeşimiz var ya, bəlkə görərsiniz. Yaxşı çəkdik axı. Transporter. Ölçən cihaz transporterdir. Yəni o bizim bildiyimiz xəstkeş. Ölçü vahidi nədir bizim üçün? Dərəcə. Və bucaqlar dərəcə ölçülərinə görə növlərə bölünür. Hansı növləri var? İti bucaq, düz bucaq. Əgər bucağın dərəcə ölçüsü 0 90 dərəcə aralığında olarsa, biz ona deyəcəyik iti bucaq. Bax, bu bizim üçün iti bucaq. Bucağın dərəcə ölçüsü 90 dərəcənin özünə bərabərdirsə, bu düz bucaq. Dərəcə ölçü 90 dərəcədən böyük, 180 dərəcədən kiçikdirsə, bu bizim Kör bucaq. Dərəcə ölçüsü 180 dərəcənin özünə bərabərdirsə, bu bizim üçün nədir? Açıq bucaq. Düzdür? Bəli. Bunlar da bildiyimiz məqamlar. Məncə burada sizin probleminiz inşallah ki, yoxdur da olmaz. Eləmi? Bəs bucağın tənböləni nə deməkdir? Bucağın tənböləni. Gəlsin. Bax, bu deyirəm. Bucağın tənböləni, səbriniz olsun, bucağın təpə nöqtəsindən çıxıb, çıxdığı bucağı iki bərabər hissəyə bölür. Məsələn, 120 dərəcəlik bucaq idisə, böldü 60 və 60 dərəcəlik hissələrə. Bu olur bucağın tənböləni. Hə? Bəli. Bucaqlar haqqında danışacağıq biz irəlidə. Biz bucaqlardan danışırıqsa, ən çox araşdırdığımız olur bizim üçün nə? Açıq bucaq anlayışı. Açıq bucaq bizim üçün nə qədər idi? 180 dərəcə. O, B bucağı. Burada bucaq A, O, B nə qədərdir? 180. Bax, bu açıq bucağı hər hansısa bir şua ilə, O, S şuası ilə böldü. O zaman açıq bucaq nə etdi? İki hissəyə bölündü. Müəyyən hissə burada qaldı, müəyyən hissə burada qaldı. Bax, həmin o hissələrin cəmi yenə sənə nəyi verməlidir? Açıq bucağı. 180. Düzdürmü? Və bu hissələr biz bilirsiniz nə deyirik? Nə deyirik bunlara? Qonşu bucaq. Qonşu bucaqlar. Niyə qonşu bucaq deyirik? Bilirsən Fərdi? Bax, düşün bilən ki, bir açıq bucaq, bir açıq ərazi vardı belə. Bir dənə mərdimazda bir adam gəldi buranı aldı, ərazini böldü iki hissəyə. Qonşu oldu burada. Eləmi? Kör bucağın iti bucağın cəmi məndə. Burada qonşu bucaq. Qonşu bucaqların cəmi nə qədərdir? Həmin açıq bucağın tamamladığı 180 dərəcə. Düzdür? Və bizdə qonşu bucaqlara aid fərqli sual tipləri var. Amma bizim bildiyimiz təməl məqam odur ki, qonşu bucaqların cəmi hər zaman nə qədərdir? 180 dərəcə. İndi sualımıza baxın. Birinci sual, nə verəcək sənə? Qonşu bucaqlar 2-nin 3-ə nisbətində bölünmüşdür. 2-nin 3-ə nisbətində. Böyük bucağı tap. Deyərsən, bunun biri 2K-dır, biri 3K-dır. Yenə cəmsi nə qədərdir? 180. Bax, həmin bucağı burada çəksək, azca səbriniz olsun, yəni sualı verəcəm, işləyəsin, narahat olmayın, gəlin siz danışasınız gələn dəfə. Bura 3K-dır, bu bucaq 2K-dır və cəmi 180. Əgər 5K-nın qiyməti 180 dərəcədirsə, onda K 36-dır. Bucaqlardan biri 2K-dır, yəni 2 vuraq 36. 72. Biri 3K-dır, yəni 3 vuraq 36. 108. Cəmi 72 dərəcə.
Başlayın. 180 dərəcə. 180 Oldu dərəcə. mu? İkinci sual. Demək, birinci sual nə verir bizə? Bucaqlar məsələn 2-nin 3-ə nisbətindədir. Birinə 2K deyəcək, birinə 3K cəmi 80 dərəcə. İkinci nə ilə gələ bilər bizə açıq sual? Qonşu bucaq anlayışı. Qonşu bucaqlardan biri o birisindən 4 dəfə böyükdür. Deyəsən, əgər qonşu bucaqdırsa, bunlardan biri x-dirsə, biri nə qədərdir? 4x. 4 çox. Və həmin bucaqların cəmi yenə də nə qədərdir? 180 dərəcə. 5x yəni 180, x oldu 36. 36 biridir, onun yerdə qalır 144. 144. Mən niyə buna 108 yazdım Bəyhan demədiniz heç sizə bir şey? Çünkü 53'tü burada. Orada 3 idi. Ha 3 idi. Orada 3 idi. 70 180 tamam. Orada isə 144. Olar mı? Var mı? Üçüncü nə ilə gələcək bizə? 3. Qonşu bucaqlardan biri o birisindən 20 dərəcə böyükdür. Deyərsən bunun biri x-dir, biri x plus neçədir? 20. Və cəmi nə qədərdir yenə də? 180 dərəcə. 2x 160, x bərabərdir 80. Onda bunun biri 80-dir, onda bunun biri 100-dür. 100'dür. Dördüncü hansı sualla gələ bilər bizə? Başqa kim deyə bilər? Qonşu bucaqlardan biri o birisinin 20%-dir. Deyəcəksən ki, bu qonşu bucaqlardır. Bunun biri x-dir. Biri digərinin 20%-dirsə, bunun biri x-dirsə, biri onun 20%-dir. Yəni 0,2x-dir. Axı, x-in 20%-i 0,2x edər. Yenə də bu bucaqların cəmi nə qədərdir? 180 dərəcə. 180. 1,2x eləyəcək 180, x də bərabərdir. X-də 180-i 1,2-yə bölsək olacaq 150. Aha. Onda bunun biri 150-dir, o birisi nə qədərdir? 30-dur. Həqiqətən 150 20 30 edər də. Düzdürmü? Yenə cəmi 180 dərəcə. Bax, bizə qonşu bucaqlarda verə biləcəyi sual verirlər. Yəni, bunlarla gələ bilər. Bunlarla qarşınıza çıxa bilər. Olar mı? Aha. Davam edirik. Qonşu bucaq anlayışında problem olmursa əgər, o zaman biz sizlə danışaq. Bu müstəvidir. Bax, sizin gördüyünüz lövhə, ekran müstəvidə, bilirsiniz, görsəsi. Bu müstəvidə düz xəttlərin iki cür qarşılıqlı vəziyyəti var. Bu A düz xəttidir, bu da B düz xəttidir. Kim deyər? Burada indi ilk baxışda belə baxanda A və B düz xəttləri bir-birlərlə nədir? Paralel. A paraleldir B-yə. O, bunun paralelliyini göstərir. Düzdür? Bəs dedik ki, düz müstəvi olan düz xəttlərin iki cür qarşılıqlı vəziyyəti var. Bir paraleldir, iki bir paraleldir, iki kəsişir. Məsəl üçün, bax, bu düz xəttlər nə edir? Kəsişir. Sizin dediyiniz perpendikulyar anlayışı kəsişmənin xüsusi bir növüdür. Bu da kəsişmədir, bu da kəsişmədir. Amma burada düz xəttlər məsələn kəsişir, tutaq ki 30 dərəcə altında. Burada kəsişir 90 dərəcə altında. Perpendikulyar düz xəttlərin kəsişməsində istisna bir haldır ki, əgər düz xəttlər 90 dərəcə altında kəsişərsə ona perpendikulyar deyirik. Belə baxın, düz xəttlərin iki qarşı vəziyyətləri müstəvidə. Paralel və kəsişir. Paraleli bildik, bu da kəsişmədir. Əgər kəsişən bucaqlar 90 dərəcə altında kəsişərsə, o zaman deyəcəyik ki, A xətti B xəttinə, düz xəttinə perpendikulyardır. Belədirmi? Əgər paralel və ya perpendikulyar anlayışın bilirsinizsə, hər halda 7-ci sinifin özəyi olan bu anlayışı bilirsiniz. Hansı anlayışdır? Bu A xəttidir, bu da B xəttidir. İki paralel düz xətt üçüncülə kəsişir. Kim deyər? Burada neçə dənə bucaq alınır?
8. 8 8 dənə. dənə. 1, 2, Sekiz. 3, 4, 5, 6, 5, 7, 8. Bəli, 8 dənə. 8 dənə bucaq alınır, amma cəmi 2 fərqli qiymət alınır. Daxili Daxili bir tərəfli, Burada- daxili bax, çaplı. Bax bir dəqiqə, acı səbriniz Parça. olsun. Ya yazıram. Bucaq 2 bərabərdir bucaq 3-ə. O da bərabərdir bucaq 6, o da bərabərdir bucaq 7-yə. Bütün iti bucaqlar, bax, burada kəsişir. 8 dənə bucaq alınır. Bax, saydıq. 4 dənəsi 1 ilə 4, 5 ilə 8. Kör bucaqlardır. Bunlar da nədir bizim üçün? İti bucaqlardır. Bütün iti bucaqlar bir-birinə bərabərdir və bütün kör bucaqlar da öz aralarında yenə bir-birinə nədir? Bərabərdir. Cəmi 8 bucaq alınır. 4 iti bucaq, 4 kör bucaq. Bütün itilər bir-birinə bərabərdir, bütün körlər bir-birinə bərabərdir. Məsələn, misalına baxaq. Yazdıq bura. Düşünək ki, buradakı bucaq 30-dur. 30 dərəcənin, bax bu nə idi? Bu 30 ilə buranın adı nədir? Deməmişəm mən. Qarşılıqlı bucaq. Qarşılıqlı. Təbii ki, biz Qarşılıqlı. yəqin ki, qarşı bucaqların nə olduğunu bildik. Qarşı bucaqlar bir-birinə bərabər. 30. Baxın, 30-dursa, bu 30-un nə idi? Bax, bu hissə. Qonşusu. Nə qədər? 150. 150. 150 burada 150-dir. Axı bunun qarşı bucağıdır. Bu 150-dirsə, bura neçə olacaq? 30. 30 olmuşsun. Qarşı Qarşı. bucaq 30, 150, 150. İsbatına verə bilər niyə 30 oldu. İndi baxırsınızmı? Burada 8 dənə qiymət var, amma 2 fərqli hal var. 4 dənə iti bucaq var, 4 dənə kör bucaq var. Onda belə çıxır ki, buradakı bütün kör bucaqlar bir-birinə bərabərdir. Bütün iti bucaqlar bir-birinə bərabərdir. İti ilə körün cəmi nə qədərdir? 180. 180. Onda yaxşı, yazsam ki, bucaq 4 üstə gələk bucaq 6 neçə olacaq? 180. 180. Bunun adı var da, adı nə demişik biz? Daxili Bir tərəfli. daxili çarpaz, Çarpaz. xarici bir tərəfli, xarici çarpaz. Yəni belə baxanda çarpazlar hər zaman bir-birinə nə olur? Bərabər olur. Amma bir tərəflərin cəmi hər zaman nə qədər olur? 180. 180. Amma mən deyirəm bunu əzbəri. Baxanda görürəm ki, bu 4 ilə bu 6 hər ikisi bir-birlərlə nədir? Biri iti bucaq, biri kör bucaq. Cəmi olacaq nə qədər? 180. 180. Və yaxud da 2 ilə 6-ya deyirlər uyğun bucaqlar. Nə edirəm uyğun bucaq anlayışı? Baxıram, iti bucaq mütləq bir-birinə bərabərdir. Bərabər. Yəni, burada bütün iti bucaqlar bir-birinə bərabərdir. Bütün körlər bir-birinə bərabərdir. İti və körün cəmi nə qədərdir? 180 dərəcə. Oldu. İndi paralel düz xəttə aid biz həndə nə edirik? Baxın, paralel düz xətti qeyd edirik. Qarşılaşdığınız suallar tiplərindən biri. Yazacağım bura 30 dərəcə. Burada yazaram 40 dərəcə. Deyərəm alfa bucağını tap. Sizcə burada alfa bucağı nə qədərdir? Deyim müəllim. Deyim. 70. 70. 30'dan böyle toplu cevap 70 edir. 70. Gəlin baxaq. Baxaq mı? 30-un qonşusu nə qədərdir? 150. 150. 40-ın qonşusu nə qədərdir? 140. Aha. Buradakı 3 dənə bucaq var, 150 plus 140 plus alfa. Bilirsiniz cəmi nə qədərdir? 360. 360 dərəcə olmalıdır, bəli. Onda burada alfa neçəymiş? 70. 110. Ay 70. Aha. Və yaxud da və yaxud da nə edirik? Bu iki bucağın cəmi bura nədir? Bərabərdir. Bərabərdir 70'e. Və yaxud da nə edə bilərik? Düz xətti çəkdik. Yazırıq 40 dərəcə, 30 dərəcə, bir də olsun 20 dərəcə.
60 dərəcə bir alfanı təyin et. Nəyə dərək biz burada? Alfa bərabərdir 30'a birbirlerine bərabərdir çünkü. Bərabər deməyək. Alfa Bu otuzda. ziqzaq şəklində nisbətən verilsə verək. Sağdakı bucaqların cəmi Soldaki bucaqların cəminə bərabər. soldakı bucaqların cəminə bərabərdir. Bax, nə qədər verirsə versin. Sağdakı bucaqların cəmi soldakı bucaqların cəminə bərabər. Yəni, 30 deyil. alfa plus 60 bərabərdir 40 plus 30 plus 20. Elədimi? Cevap 30. Alfa neçə edəcək burada? Alfa 30. 30 dərəcə. Aydındır? Bəli. Aha. Və yaxud da bizə nə verə bilərdi? Yenə bucağı verər. Bu şəkildə verər. Deyər, bura 40-dır. Bura 30 yenə deyirəm. Alfa bucağını tap. Yenə neçə olacaq? 70'ti. Yenə olacaq nə 70. qədər? 70. Yenə sağın cəmi sola bərabər. Bərabər. İsbatında zaman-zaman verərik inşallah. Qoyduq kənara. İndi biz sizinlə baxacağıq, əgər paralel və ya bu anlayışları biliriksə, bizdə faiz nə idi? Həndəsənin ilkin anlayışları məsələlərində ən vacib məqamların işinə göz gələcək. Məncə suallar isə daha yaxşı olar. Çünki maşallah sizin hər birinizin demək olar ki, anlayışınız var. Yəni siz, məsələn, digər qrup var ki, o qrupa biz bunları çox hissə getiririk. Amma sizə ehtiyac yoxdur. Yəni demək olar ki, biz sizdən daha çox misal işləməliyik. Elə deyilmi? Bir dəqiqə mən asan sual olsa da yenə göz gələcək sual 4-də. 4-cü sualda 60. 30 dərəcəni verir. Bizə deyir M 120. N K 120. səbriniz olsun. Evet. Deyir ki, bucaq C N K-nı təyin edin. İlk öncə görək C N K. Bax bu hissəni deyir bizə. Bərabərdir. Bu işarə bizə nəyi göstərir? C, M, B. 90 dərəcə. Bəli, perpendicular işarəsi 90 dərəcədir. Plus Plus 30 B, N, K nə 120. qədərdir? 30 dərəcə. Olacaq nə qədər? 120 dərəcə. Olar mı? İrəli doğru keçsək, yəni əsas suallardan baxaq, çünki doğrudan çox rahatdır suallar. Yenə də, məsələn, sual 13-ə baxaq, asan sual olsa belə baxaq. 13-cü sual yəni görürsünüzmü yoxsa yox? Görürük. 13-cü sualda düz xətt üzərində 32. N, Y, 31. N parçasını verir. Baxın, deyir ki, M, Y parçası Y, N-dən 3 dəfə kiçikdir. M, Y parçası Y-dən 3 dəfə kiçikdir. Yəni, M-dən Y-yə məsafə X-dirsə, Y-dən N-ə məsafə 3X-dir. Və Y-yə məsafəsi 24-dür. Əgər 3X onun isə 24-dirsə, bizim bir hissəmiz 8-dir. Yəni, bu 8-dir, bu 24-dür. Onun da ümumi məsafə 32-dir. Hər axtarılsın. Olar mı? Vermem. Hı. 17-yə məsəl üçün baxaq. Fərqi 80 olan qonşu bucaqları tapın. Bayaq bunun izahına baxdıq. Əgər fərqi 80 deyirsə, adətən biz həmişə bunu sistem tərini yazaq. Bunun sistem tərinə ehtiyac olmaz. Əgər qonşu bucaqların fərqi 80-dirsə, bu o deməkdir ki, qonşu bucağın biri 80 dərəcə böyükdür. Biri x-dir, biri x plus 80-dir. Və həmin bu bucaqların cəmi 180. Baxın, bir də deyirik. Əgər fərqi 180-dirsə, onda bucaqlardan biri x-dir, biri x plus 80. 50 deməli. Bilmirəm, baxacaq. 100 dərəcə, x olacaq 50 dərəcə. Onda bucaqlardan biri 50-dir, o zaman biri 50-sə, digəri 130-dur. Deyir cavabı tap. Cavab olacaq nə? E. Olar mı? Sistem təlimlə. Eşitləməm. Mən 16-cı sualda gördüyüm cavabı. Cavab burada hansındadır? B mən. Hə, B-də düzdür. Mən bunu belə etmirəm heç vaxt. Sən bura sistem təhlil kursan, ya da bilirsən.
180. Ben hemen terlik. Bax, mən dedim axı, sistem yazmaq olar. Bax, bu birinci halla yazdıq mı? Gəlin bu suala müxtəlif halların sizə baxaq. Bax, birinci, nə ilə yazdıq? Sistem, daha doğrusu tənliklə, düzdür? İkinci, xətt tənliyi yox, yazacaq sistem tənliklə. Deyirik ki, qonşu bucaqların biri opsiyandan 80 dərəcə böyükdür və ya fərqi 80, fərq eləmir. Biri x-dir, biri y-dir. Onda bu bucaqların fərqi nə qədərdir? 80. 80. Bəs cəmi nə qədərdir? 180. Toplayarıq, 2x olacaq 260, x olacaq 130. Ona y qalır 50. Yazdın mı? Üçüncü nə yaza bilərsən? Deyir, fərqi 80-dir. Eləmi? O zaman 180-dən 80 çıxaram, qalar 100. 100-ü bölərəm neçəyə? 2-yə olar 30 nə idi? 50. Opsiyon qalır 30 dərəcə. Bunu yaza bilərsən. Amma bu, açıq sual işləyirsənsə, sənin balına minus gətirə bilər. Bu iki hal daha məqsədə uyğundur. İndi hansı sən rahatsızlığını işləyərsən? Olarmı? Davam edək, maraqlı suala biraz yazaq. Göz oxşayan sual olsun. Müəyyən qədər sadə yanlış suallar. Məsələn, tutaq ki, 81-ci suala baxırıq. Hə, 81 nə idi? 21. Deyir, qonşu bucaqlardan biri opsiyan 8 dəfə kiçikdir. Yəni, bu qonşu bucaqlardır. Biri x-dir, biri 8x-dir. Və bunların cəmi 180-dir. X olacaq 20. Biri 20-dir, biri 160. 160. Bu qədər. 25-ci suala baxaq. Bizə bucağı verir. Alfa, beta, qam. 60. Deyir ki, bir də mən də baxım. Deyir ki, alfa ilə qammanın cəmi betaya bərabərdir. Kişi. Burada bu 3 dənə bucağın cəmi. Alfanın, betanın, qammanın cəmi 180-dir. Alfa ilə qammanın cəmi isə sənə beta verir. Bir də üstə gələn nə var? Beta. 180. Əgər 2 beta 180-dirsə, onda betanın qiyməti 90. Beta bu da nə qədərdir? 90 dərəcə. Olmaz mı? Və yaxud da sual 27-yə baxaq. 27-ci sualda. Yazır alfa minus beta 30. Aha. Əgər alfa minus beta 30-dursa, bəs yaxşı, onda alfa plus beta nə qədərdir? 90. 90 dərəcə olur. Düzdürmü? 90. Onda 2 alfa 120, alfa olacaq 60. Biri 60'dır, bir də... Biz ola bir sual verim. Buyur. Biz niyə öz sinifimizin kitabından işləməyib 9-dan işləyirik? Təməl üçün, daha doğrusu ilk başlanğıc üçün bu çox rahatdır. Bunun işləyək, bunun aciz məsələsində organizasyonuna göndərmişlər. Məsələn, faizin məhlul məsələləri və ya başqa bir məsələlər. Görmürsünüz sualları? Yəni, problemsuz əksəriyyətimiz də baxmışıq da. Yəni, standart məqamdan getməyir. Yəni, ilk giriş üçün bu çox rahat, özünüz də görürsünüz. Çox asan sualdır. Amma bu, mövzunu təkrarləmək çox yaxşıdır. Mövzunu təkrarən bundan eləyin. İndi mən sizə verəcəm əlavə artıq məsəl üçün maraqlı sualları. Qəbul sadə olmuş sualları. Yaxşı mı? Tamam, mənim, sağ ol. Sağ ol. Amma təkrarləmək üçün bu kitab çox rahatdır. Yəni, bir də üzdən keçirsən də. Biraz irəli doğru gedək, biraz daha maraqlı sual axtarmağa çalışaq. Məsələn, sual 47-yə baxırıq. Sual 47 bizdən nə istəyir? Deyir ki, bucaq şəklini çəkək. A, B, C və D. Deyir C, B, D bucağı, yəni bax bu bucaq, ABD bucağından 3 dəfə kiçikdir. E variantı. Bu x-dirsə, bura 3x-dir. 3x. Və ABC bucağının özü, yəni 3x-dən x-in ikisinin cəmi 80. Onda biri 20-dir, biri 60-dır. Keçək. Sual baxaq 60-a. Sual 60-cı işləyə bilərsiniz. Amma qayda bilirəm, nə bilim, bunun burada belə göstərmişlər deyə bir şey deməyim mənə. Özünüz işləyə bilərsiniz. Buyurun. Müəllim, bucaq A ilə bucaq C-ni toplayıb 180 çıxacaq ondan.
Niyə? Yani ev olmalıdır. Sonra Dedim da axı, haber haber dedim o ettirmeli. elə olmanı mənə demə. Dedim axı Kənan. Necə deyim indi sizə? Mən bildim sən nə demək istəyirsən, amma mənə qayda ilə gəlmə. Sənə deyir nə etaq? Bucaq sənə, düzdür kişi. Gəl bu biz S xəttin paralel olaraq çəkək bura. Çəkə bilərik. Çəkə bilərik. Bunu da çəkək. A-nı uzadırıq da xətti. Axı xəttin sonu yox, uzadıram da. Mən bilirəm, belirsiz uzadıram. 100-dürsə, bura nə qədərdir yenə də? A100. Bir-birinə bərabər, düzdür? 100-ün qonşusu nə qədərdir? 80. Burada bir dənə üç bucaq almışsanmı? Aha. Daxil bucağın cəmi nə qədərdir? 180. 80 burada, 40 burada. Bura nə qədər qaldı? 60. 60-ın qonşusu nə qədərdir? 120. 120. Aha. Sən nə etmişdin burada? Eyni yol aslında ama düz çünkü yani izahın oldu. Orada orada A 100 dərəcədir. Onun qarşı bucağı 80-ın olduğu yerdir. Deyil. Nədir? Məsələn 80 bu üçbucağın içində 80 yazmısınız, kənarda 100 yazmısınız. Yerlər dəyişiyor olmalı. Yox, qarşı bucağın nə əlaqəsi var ki? Xeyr. Bax bu 100 bucaq, 100 dərəcədir, burada 100 dərəcədir. Bax bu bayaq baxdıq. Bunlar məsələn bax yuxarıda qırmızı ilə çəkirəm. Bunlar paralel düz xəttdir. Bu da bunu kəsəndir. Bax bu görürsən burada həmin şey görürsən. Bununla əlaqəsi var imiş. Başa düşdüm. Onunla da. Bu 100-dürsə, bu da 100-dür. Onda bunun qonşusu 80-dir. Yəni bununla getməyə çalışaq, bununla işləyək. Çünki mən bu sualın sənə fərqli növlərini verərəm, sən artıq orada qaydanı tətbiq edə bilməyəcəksən. Kənan. Çalış sualın gelişini bax. Yaxşı mı? Sağ olun. Sən sağ ol. Yəni buna Müəllim, haydi. attığım sualı izah edə bilərsin. Yox. Nəyə aiddir görüm Bu mən. mövzuya aiddir. Baxarım bu mövzuya aiddir. Çünki hələ çıxmayacaq. Bu mövzuya baxarıq. WhatsApp atmısan? WhatsApp atmısan deyirəm. Baxmağa getdi yəqin. Mən 65-ci sualda alfa plus 10 ilə beta plus 20-ni bərabərləşdiririk. Bax, buradakı bucaqlar hansı bucaqlardır? Qarşılıqlı bucaqlar. Qarşılıqlı. Qarşı bucaqlar bir-birinə bərabərdir. Düzdür? Onda alfa plus 10, beta plus 20-yə bərabərdir. Bir alfa minus betanı tap. Beta'dan sonra keçirərik, olar alfa minus beta. Onu sağa keçirək, olar 20 minus 10. Alfa minus beta bərabərdir 10 dərəcə. Bu qədər. Görə bizim Zəhra nə sual göndərək ki, belə? Müəllim, bir dənə OTK işlədim. 2 dənə səhvim vardı, ikisi də buydu. Bir də mən bunu atıram, bir dəqiqə ekrana paylaşım edəcəm. Bir zəng gör, səbrin olsun. Telegram atım, oradan paylaşım, baxarım. İndi baxacaq, yaxşı? Məsələn, baxaq sual 66-ya. Əminəm ki, 66-cı sual görəndə, məsələn, Mədinə bu suala baxmayacaq. Tanıyıram axı. Deyir ki, burada qrafikə əsasən şuaların sayı və nöqtələrin sayı verilir. Görürsünüz? A variantı. A variantı. A variantı. Bir dənə səbriniz olsun. Aha. Baxır, sual 66 eləmi? 66-cı sualda burada düz xəttin üzərində nöqtələr qeyd olunub. Görürsünüz? N dənə nöqtə var, 10 dənə şua yaranıb. Onda N-in sayı neçədir? Sizdən cavab gözləyirəm. Düz xəttin üzərində nöqtələr qeyd olunub. Bu da həmin nöqtənin yaratdığı şualardır. Əlbəttə 5-dir. Axı biz bayaq baxdıq, düz xəttin üzərində 5 nöqtə varsa 10 dənə şua yaranır da. 5 dənə sağa sayı, bir dənə sola sayıra bilirik. Əgər düz xəttin üzərində M dənə nöqtə varsa, 20 şua yaranırsa, nöqtənin sayı neçəymiş? 10 dənə. 10. K nöqtə var, 4 şua yaranırsa, 2 nöqtə var demiş.
Bizə bunların cəmi istəyir. Cəmi olacaq 17-dir. 17. Hadi. Mən bunu içirəm. Eşitmə. 26 eləməliydi. Müəllim, İki çıx deməli Cəmi orada. soruşmur, müəllim. Cəmi soruşmur. Endən orada səhvlik var. müəllim. Hə, mən cəm yazdım, olsun. Orada mənim fikrim getdi zəngə. Bizdən birin uşaqların nəticələri çıxıb 11-lərin. Onların hesabatı istənilir. Hə. 5 plus mm minus k ilə 5 plus 10 minus 2. Olacaq neçə onda? 13. Olar mı? Sağ ol. Aha. İndi gəlin Zəhranın verdiyi suala baxaq.